Salam. Bugünkü izahım ədəbi növlər, yazılı ədəbiyyatda ədəbi növlər və janrlar olacaq sizlər üçün. İlk öncə epik növün və janrların izahını verəcəyəm. İlk öncə bilmək lazımdır ki, ədəbiyyatda həyata əks etdirmənin 3 üsulundan istifadə olunur. Bunlardan birincisi təhkiyədir, ikincisi tərənnümdür, üçüncüsü isə əyani göstərmədir. 3 dənə deməli əks etdirmə üsulundan bəhs olunur. Təhkiyə, tərənnüm və əyani göstərmə və yaxud da göstərmə. Bədii ədəbiyyat həyata əks etdirmə baxımından 3 növə bölünür. Lirik növ, epik növ, lirik növ, dramatik növ. Bu əks etdirmə üsulları hansı üçün belə deyim xarakterikdir, müvafiq olaraq? Epik növ üçün təhkiyə müvafiqdir. Təhkiyə buradakı əks etdirmə üsullarından söhbət gedir. Təhkiyə müvafiqdir. Təsvir də ola bilir. Lirik növ üçün tərənnüm əsasdır. Tərənnüm əks etdirmə üsulu əsasdır. Tərənnüm əsasdır. Dramatik növ üçün isə əyani göstərmə və yaxud da göstərmə əks etdirmə üsulu müvafiq olaraq əsasdır. Epik növ bir də ümumi olaraq deyək, epik növ üçün təhkiyə, təsvir, göstərmə üsulu, əks etdirmə üsulu daha doğrusu müvafiqdir. Yəni əsasən təhkiyədən və təsvir əks etdirmə üsulu kimi verilir. Lirik növdə tərənnüm əks etdirmə üsulu verilir. Dramatik növ isə göstərmə və yaxud da əyani göstərmə əks etdirmə üsulu ilə verilir. Epik növün janrları. Epik növ nədir? Janrlarına baxaq və hansı janrları var, onların xüsusiyyətləri ümumiyyətlə nəyə deyilir, harda qarşımıza çıxır ilk olaraq onlara baxaq. Birincisi bilmək lazımdır ki, epik növ epos sözündəndir. Yunancadan mənası söyləmək, demək, danışmaq deməkdir. Epik növ üçün əsas olan əks etdirmə üsulu yuxarıda dedik, təhkiyədir. Təsvir də olur, təhkiyə də olur, bəzi vaxtlar tərənnüm də olur hətta epik növdə. Hadisəni danışan şəxs eşidib bildiyi, şahid olduğu hadisədən danışırsa, bu təhkiyə hesab olunur. Hadisəni danışan şəxs eşidib bildiyi, şahid olduğu hadisədən danışırsa, bu təhkiyə hesab olunur. Təhkiyəçi eşidib bildiyi, şahid olduğu hadisədən danışırsa, təhkiyənin rəvayət formasından istifadə edir. Rəvayət forması əsasən ümumi olaraqdan söhbət gedir. Bu şifahidə aiddir, yazılıda aiddir, nağıldır, dastandır, rəvayət janrları üçün xarakterikdir. Əsasən, əlbəttə ki, digər janrlarda da var. Rəvayət forması şəklində demək, amma əsasən xarakterikdir. Nağıl, dastan və rəvayət janrları üçün. Müəllifdən başqa təhkiyəçi rolunda əsərin qəhrəmanı da çıxış edə bilər. Əsərin qəhrəmanı. Bəzi əsərlərdə ola bilir ki, əsərin qəhrəmanı da təhkiyəçi rolunda çıxış edir. Epik növdə təhkiyə ilə yanaşı təsvir və tərənnüm üsullarından da istifadə olunur. Az öncə dedik bunu. Epik növün yazılı ədəbiyyatda təmsil, hekayə, povest, roman, oçerk, xatirə, poema və s. kimi janrları var. Epik növdə olan əsərlərin bir çoxu həm nəzmlə, həm də nəsrlə yazılır. Birinci başlayaq biz təmsildən, təmsil janrından. Təmsil janrı qədim janr olub, heyvan, bitki, cansız əşya kimi surətlərin şəxsləndirilməsi, heyvanların dili ilə yazılıb, insanlara aid edilən əsərlərə təmsillər deyilir. Təmsildə başlıca xüsusiyyət allegoriyadan istifadədir. Birazdan allegoriya biləcəyik nədir? Ədəbiyyatımızda ilk təmsil nümunələri İntibah dövrü Azərbaycan ədəbiyyatında Nizaminin ilk poeması sayılan Sirlər xəzinəsindəki, yəni onun içindəki təmsillərdir. Ədəbiyyatda düzdür, onlar mənzum hekayədir, amma ki, həm də təmsil anlayışına uyğun gəlirlər. Nəyə görə? Çünki orada heyvanların yazılı ədəbiyyat olduğu üçün heyvanların danışığı keçir. Nuşirəvanla vəziri və bayquşların söhbəti hekayəsi, bir də ovçu ilə tülkünün əhvalatını misal göstərmək olar buna.
Təmsil yazan ədiblərimiz ümumi olaraq Nizami Gəncəvidir, Abbasqulu Ağa Bakıxanovdur, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Əli Əkbər Sabir, Hikmət Ziya və s. ədiblərimiz bizim təmsillər yazıblar. Yəni ədəbiyyatımızda təmsil janrından geniş istifadə olunubdur. Yəni bir çox ədiblərimiz yazıb yaradıblar bu janr üzrə. Təmsillər həm nəzmlə, həm də nəsrlə yazılır. Əsasən amma bizim qarşımıza çıxanlar nəzmlə olur. Yəni bir qafiyə sisteminə otuzdurulur təmsillər. Bütün allegorik əsərləri təmsil hesab etmək olmaz. Niyə? Çünki təmsildə allegoriya ilə yanaşı bədii gülüş olur və nəsihətamiz xarakter və yaxud da səciyyə daşıyır. Allegoriya ilə yanaşı təmsildə bədii gülüş olur və nəsihətamiz xarakter daşıyır. Səciyyə daşıyır. Təmsildə əsasən heyvanlar şəxsləndirilir. Allegoriyada əsasən ev, məişət əşyaları, avadanlıqları və yaxud da əşyaları şəxsləndirilir. Ağaclar, meyvələr və s. Misal üçün biz söhbət eləsəmiz bilirik ki, allegorik poemadır, meyvələrin söhbəti. O meyvələr şəxsləndirilir. Təmsildə paxıllıq, lovğalıq, hiyləgərlik, yəni insana məxsus mənfi sifətlər tənqid olunur. Təmsildə xeyirxahlıq, düzlük, doğruluq, sadəlik, təvazökarlıq və s. müsbət xüsusiyyətlər, xarakterik xüsusiyyətlər ön plana çəkilir, yəni aşılanır. Yəni bu müsbət bir şeylərdir, bu yayılır, aşılanır və yaxud da təbliğ olunur. Təmsillə nümunə olaraq öz ədəbiyyatımızda Ənvər Əlibəylinin İrəmma Qurbağa, İvan Krılovun bunu dünya ədəbiyyatından keçirik, ağac təmsillərini nümunə kimi göstərmək olar. Ədəbiyyatımızda ilk ana dilli təmsil yazan sənətkarlar Qasım bəy Zakir və Abbasqulu Ağa Bakıxanovdur. Bu təmsil haqqındaydı bu deməli dediklərim. İkinci janr olaraq isə hekayə janrı bizim qarşımıza çıxır nəzəriyyədə. Hekayə həcmcə kiçik janrdır. Birinci onu bilmək lazımdır. Burada əhvalat yığcam şəkildə təsvir olunur, yığcamlıq var. Hekayədə bir neçə surət iştirak edə bilir. Yəni surətlərin azlığı ilə bilinir. Bir neçə surət iştirak edə bilir. Hekayədə əsasən bir hadisə danışılır. Hadisələr az müddət ərzində baş verir, bitir. Yəni zaman etibarilə az bir müddətə kəsb eləyir. Hekayədə hadisələr, hekayələrin misal olaraq Mirzə Cəlilin, yəni Cəlil Məmmədquluzadənin Poçt qutusu, Əbdürrəhim Məlikverdiyevin Mirzə Səfər, Abdullah Şaiqin Məktub yetişmədi və s. əsərlərini, yəni hekayələrini söyləmək olar. Hekayələr həm nəzmlə yazılır, həm nəsrlə yazılır. Nəzmlə yazılan hekayələr mənzum hekayə hesab olunur. Burada nızımdan samitlərə baxaraq yadda saxlamaq olar. Burada da nəzmlə yazılan hekayələr, mənzum hekayələr, nəsrlə yazılan hekayələr isə mənsur hekayələr, mənsur hekayə adlanır. Ədəbiyyatımızda ilk mənzum hekayələr Nizami Gəncəvinin Sirlər Xəzinəsi poemasında olan hekayələrdir. Biz bilirik ki, Sirlər Xəzinəsi hekayəsinə 20 hekayət, 20 məqalət daxildir. Oradakı hekayət elə hekayətlərdir, mənzum şəklində yazılmış hekayələrdir. Biz onlardan misal üçün keçirik. Kərpikəsən Çiçəyin dastanı misal üçün keçirik. Düzdür, indi hal-hazırda yoxdur, amma keçirdik. Sultan Səncər və Qarı keçirik. Yaralı bir uşağın dastanı, onu keçirik. Yəni bunlar mənzum hekayələr gedir. Nəsrlə yazılan ilk hekayələr 19-cu əsrə aiddir. Nəsrlə yazılan ilk hekayələr Bakıxanovun Kitab-ı Əsgəriyyə hər ikisi 19-cu əsrdə, İsmail bəy Qutqaşının Rəşid bəy və Saadət xanım hekayələridir ki, 19-cu əsrdə ilk hekayələr hesab olunur bunlar ana dillə. Hekayənin sonu əgər gözlənilməz sonluqla bitirsə, novella adlanır. Bunu mütləq şəkildə yadda saxlayaq. Novella adlanır. Misal üçün, novelliyə aid nümunələri deyək. Novelliyə aid nümunələr Əbdürrəhim bəy Haqverdiyevin Bomba, biz bunu keçirik. Mirzə Cəlilin, yəni Cəlil Məmmədquluzadənin Qurbanəli bəy, Mirzəlalın Badamın Ləzzəti novellalarını misal göstərmək olar. Bu hekayə haqqındaydı, hekayə janrı haqqındaydı. Sonra gəlir povest janrı. Povest sözü
ümumiyyətlə rus dilindəki повествование sözündən götürülübdür. Mənası təhkiyə, nəql etmə deməkdir. Hadisənin təsvir üsuluna görə povest hekayə janrına bənzəyir. Təsvir üsuluna görə. Yəni hadisələr necə, hansı şəkildə təsvir olunur, hansı şəkildə cərəyan edir. Hekayə janrına bənzəyir. Povest böyük hekayə də adlandırılır. Demək olar ki, povest hekayənin bir üst formasıdır. Həcminə görə, obrazların çoxluğuna görə və s. İndi burada baxaq, 33-cü punkta baxaq. Povest janrına görə böyük hekayə deyilməsinə səbəb odur ki, povestdə obrazlar daha çox olur, həyat hadisələri daha geniş şəkildə verilir bizə. Yəni, hekayədən fərqli olaraq obrazlar burada çox olur və povestdə həyat hadisələri daha geniş şəkildə verilir, hekayədə yığzam şəkildə verilirdi. Ədəbiyyatımızda ilk nümunəsi, povestin ilk nümunəsi Axundovun, Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib povestidir. İlk olaraq 1857-də yazdığı Aldanmış Kəvakib povestidir. Yusuf Şah, Yusuf Sərrac, yəqin ki, indi xatırlayanlar bilir hansı əsərdən söhbət gedir. Mirzə Cəllin, yəni Cəlil Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları povesti, Mirzəlalın Dağlar dilə gəldi povestlərini misal göstərmək olar. Povestlər nümunə olaraq. Ədəbiyyatımızda epik növün həcmcə ən böyük janrı roman hesab olunur. Romanın digər janrlardan fərqi burada təsvir edilən hadisə və surətlərin çoxluğudur. Təsvir edilən hadisə və surətlərin çoxluğudur. Romanlarda əsasən baş qəhrəmanların doğumundan ölümünə qədər, yəni böyük bir, belə deyim də, ömrünün çox böyük bir hissəsi verilir romanlarda, baş qəhrəmandan söhbət gedir. Romanın ana dilində örnəklərinə Nəriman Nərimanovun Bahadır və Sona, Məmməd Səid Ordubadinin Qılınc və Qələm romanlarını misal göstərmək olar. Romanlar həm nəzmlə, həm də nəsrlə yazılır. Nəzmlə yazılan romanlara mənzum roman, nəsrlə yazılan romanlara isə mənsur roman deyilir. Klassik ədəbiyyatda da mənzum roman anlayışına rast gəlinir. Klassik ədəbiyyatda mənzum roman anlayışına rast gəlinir. Klassik ədəbiyyat deyəndə əsasən qədim, intibah, orta dövr ədiblərinin əsərləri, o dövrdə yaranan ədəbiyyat və yaxud da ədəbi nümunələr nəzərdə tutulur. Mənzum roman anlayışına da rast gəlinir. Bu kitablarda bu cür belə bir bilgi var bizim üçün. Nizami Gəncəvinin Xosrov və Şirin əsəridir. Xosrov və Şirin əsəridir. Əslində Nizami Gəncəvinin Xosrov və Şirin əsəri janr etibarıyla poemadır. Amma ədəbiyyatşünaslar həm də bunu, bu tipli Xosrov və Şirini və bu tipli əsərləri həm də mənzum roman adlandırırlar. Nəyə görə mənzum romandır? Bayaq dedik, həcmdə böyükdür və qəhrəmanın həyatının böyük bir hissəsi, yəni qələmə alınır, təsvir olunur. Yazısı bunu təsvir edir. İndi Nizami Gəncəvinin dövründə roman anlayışı olmadığı üçün poema janrı deyilibdir. Sonradan roman yaranıbdır. Həm də mənzum roman kimi adlandırılır. Xosrov və Şirin. Romanın həcmcə 3 növü var. Həcminə görə, yəni genişliyinə, böyüklüyünə görə. 2 hissəli romanlar dilogiya, 3 hissəli romanlar trilogiya, 4 və daha artıq hissəli romanlar isə epopeya adlanır. Ədəbiyyatımızda satirik roman anlayışı da mövcuddur. Ədəbiyyatımızda satirik roman anlayışı biz keçirik Sovet dövrü Azərbaycan ədəbiyyatına Mirzəlalın yaradıcılığında açıq kitab romana keçirik. Obrazlar Vahid, Rübabə, Gəldiyev, Verdiyev və s. bu kimi obrazlar bizim qarşımıza çıxır. Həmin əsərdən söhbət gedir, açıq kitab. Yəni satirik roman anlayışıdır, satirik romandır, belə deyək, ədəbiyyatımıza ilk olaraq. Növbəti bizim janrımız gəlir oçerk janrı. Oçerk hekayəyə daha yaxındır. Oçerkdə faktiki həyat materialı sənədlilik əsasdır. Faktikilik, yəni fakt olmalıdır orada. Deməli, burada yazısı qəhrəmanın adını, tərcümə halının səciyyəvi faktlarını həyatda olduğu kimi əks elətdirir. Yəni, necədir o cür verir. Deməli, burada yazısı ümumiləşdirmələr aparsa da, yazısı təxəyyülünə, fantaziyasına yol verilmir. Yəni, yazısı burada öz təxəyyülünə, fantaziyasına yol verib nələrsə artırılmır. Yəni, burada sənədlik, faktiki həyat materialı əsasdır. Mütləq şəkildə, fakt şəklində olmalıdır o çəklər. Xatirə
Janrı xatirə, oçek kimi faktiki həyat hadisələrinin əsasında yazılır. Oçek kimidir bu da. Amma xatirənin adı digər adı da memuardır. Memuar xatirə bərabərdir, eyni şeydir bunlar. Xatirənin memuar yəni. Xatirənin oçekdən fərqi odur ki, konkret bir şəxsdən danışmaq kimi məhdudiyyət yoxdur. Oçekdə konkret bir şəxsdən danışırsan. Amma xatirə elədir ki, bir neçə şəxsdən danışa bilərsən. Burada əsas olan müəllifin şəxsən iştirak etdiyi hadisəni yazmasıdır. Bir xatirə yazan bir müəllifdir, hər hansısa bir şair məclisində iştirak edibdir. O şair məclisində müxtəlif belə deyim, incəsənət adamları olubdur və orada şair də olubdur. Həmin və yaxud da şairlər olubdur, yazıçılar olubdur. Bir neçəsi haqqında o xatirəni bölüşür. Və xatirədə də faktiklik olmalıdır mütləq şəkildə. Və şəxsən iştirak etdiyi müəllif öz xatirəsini, yəni qələmə almalıdır burada. Xatirə oçekdən həcmcə daha genişdir. Əlbəttə ki, nəyə görə genişdir? Çünki oçekdə bir nəfərdən, xatirədə isə və yaxud da memuarda isə bir neçə nəfərdən haqqında xatirə yazıla bilər. Yəni burada bir məhdudiyyət yoxdur. 46-cı punktda baxırıq. Epik lirik növ özündə həm epik, həm də lirik növün xüsusiyyətlərini daşıyan əsərlərdir. Qarışıq janrda deyilir. Bu növə dastan və poema janrları daxildir. Bu aşıq yaradıcılığında dastanlar, yazılı ədəbiyyatda isə poema janrları daxildir. Yəni epik lirik olaraq götürülür poema janrı əslində. Amma epik növdə verəndə onda orada problem yoxdur, götürülə bilir. Əgər poemada təhciyə tərənnümdən üstün olarsa epik lirik, tərənnüm üstün olarsa lirik epik əsər adlandırılır. Dastanlarda əhvalatın nağıl edilməsi epik, nəzm parçaları isə lirik parçalar hesab olunur.